15%'dır, tarif faizimiz 15%'dır, 20.000 dolardır, 5.000 avrodur, kursumuzda 2 manat, 3 manat. Statistik dəyəsi. Açıklamasını yaz. Açıklamasını yaz, mən bilim o rəqəmdə qaldım. Kim tutardı, mənə səhra sakitçi desin. 30'dur da, 30 mu? Standartdır. 5.40'da 30'un ədəbisi var. Gömrük dəyərimiz nə idi? Mallarımızın gömrük ərazisinə gələnə kimi çəkilən xərcləri. 20.000 doların günümüzün məzənəsinə gələnlərə deyilir 40.000. 5.000 avronda 3 manatdan 15.000. Bu edir 55.000 azeri. Okey? Gömrük statistik dəyərimiz də nə edir? Gömrük dəyərinə bərabərdir günün məzənəsinə görə. Yəni 1 dolarımız 2 manatı bu deyil 25'in yarısı. 27.500 dolar. İli gəldik, gömrük xidmət haqqısı, gömrük yığımı 02 nömrə 55 minara düşür. 50.000-dən 100.000-ə, 200'dür, 02 olduğuna görə nə qədər olur? 400. 400 azinin bu olduğu gömrük yığımı. Ondan sonra gəldik, 55 gömrük ithal üstündə hesablamaq. Tarifimiz də 15%'dir. 55.000, yəni gömrük dəyəri vurulsun 15%. 8.250 bu oldu ithal rüsumumuz. Gəldi əlavə dəyər vergisi. Əlavə dəyər vergisi nə idi? Məndən çıxan bütün xərcləri 18%. Məndən çıxan xərclər bunlardır. Bu da zaten gömrük dəyərimizdir. Yəni 55.000 üstə gəlmişsə ithal rüsumda məndən 8.250 vurulsun 18%'ə. Nə qədər eləyir? 11.385. Bu da ki 75 nömrə bənəmən hər qədərə görə 30 manat. Bir də 5.40 onun əlavə dəyər vergisi. Bunu bağladıq. Cəmi nə qədər oldu? 20.070 manat 40 qəpik. 20.070 manat 40 qəpik. Bu oldu mənim gömrük qarşısındakı öhdəliyi. Aydın oldu bura? Evet. Qaranlıq bir şey qalmaz ki. Hər hansı bir sualımız var? Yaxşı. Əlavə dəyər vergisini hesablayanda dedik ki, mənim nə xərcim çıxırsa, məndən çıxan pulların 18%. Mən bu 5.40'da 30'un əlavə dəyər vergisi daxil. Mən bunu 32 nömrə hesabdan yeni hesablamıram. Adli ilə 85 nömrə hesab asılır. O şeyin də az terminalın pulu daxil. Niyə? Mən də dövlət qurumunda 400 manatda da bir şeylər. Yox. Çünki Azterminal kompleks hüquqi şəxsdir. Əməkçidir. Bu amma dövlət büdcəsinə gedir. Ona görə bunun əlavə dəyər vergisi ayrıdır. Çünki biz Azterminal kompleks elektron xidmət haqqı verir. Bu dövlət büdcəsi deyil, onun öz hesabına gedir. O sonra artıq o dövlətlə hesablaşacaq. Ona görə bu əlavə dəyər vergisi 32-ci hesablanmır, ailə hesablanır. Aydın oldu? Yəni, belə də büdcənin geniş yerləri ayrıdır. Sonra, bura hər hansı bir sualımız. Hər şey yaxşıdır. Bəs yaxşıdır. Siz nə qədər sual var burada? Nə demirsiniz? İthal proseduru, müvəqqəti ithal proseduru, ixrac proseduruna hesablama nətər olacaq? Kursum olmayacaq, değil mi? Bir şəkildə olacaq. Burada, əgər eyni məhsuldursa, əgər biz bunu ixrac ediriksə, burada artıq əlavə dəyər vergisinə ithal rüsumu olmur. Artıq ixracı nə olur? 400 manat xidmət haqqısı, 30 manat bərnəmənin həvələri vərəqə 30 manat, 5 manat 3 köpük. Yəni biz 55.000 azərliyi malı ixrac etdiyimiz zaman dövlətə gömrük qarşısındakı öhdələrimiz nə qədər olur? 435 manat 3 köpük. Müvəqqəti ixraclar eynən. Müvəqqəti ixrac eynən. Təkrar ixrac, təkrar ixrac eynən. İtxallar yox. İndi mən sizə dediyim kimi müvəqqəti təmirə getmişdi, malımız gəlib təmir xərci çıxıbsa məsələn 2000'i hesablayıb artıq 20'yə 32 nömrə hesabda 2000'ə görə olacaq. Yəni malın dəyərini 10.000'ə görə olmayacaq. Aydın oldu? Bu da aydın oldu, yəni ixrac, digər prosedurlarda
müəyyənlərin infrastruktura bir-birinə ilə təqarrür götürdükləri ödənikləri rüsum icazələrinə görə bir-birlərinə fərqlənirlər. İdxalı görürsünüz, bütün hamısını ödəyirəm. Amma müvəqqəti idxalı bu ikisi yoxdur. Şərti olaraq hesablanır, amma tutulmur. Məndən 02-dən 75-75 tutulur. Aydın oldu? Əlavə sualınız var?